İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndindən növbəti köç karvanı yola salınır. Bu mərhələdə 21 ailə 79 nəfər uzun illərin həsrətinə son qoyaraq öz doğma kəndinə, elinə, obasına qayıdır. Bugün bizim ən xoş günümüzdür. Öz elimizə, obamıza gedirik. O şəhidlərimizə Allah onlara rəhmət eləsin. Allah o dünyalarını versin. Qazilərimizə də can sağlığı arzulayırıq. Bütün əziyyəti olan insanların hamısına belə can sağlığı arzulayırıq. O yolda şəhid olanlara da Allahdan rəhmət diləyirik. Ailə üzvlərimin hamısı ilə gedirik. Yəni burada qalanımız olur, hamımız gedirik. Bugün o əvvəlkindən də gözəldir. Sevinə-sevinə gedirik.